Salam, hər vaxtınız xeyir. Sizlərə sual təqdim etmişdim. Gəlin indi izahına baxaq. Verilmiş cümlə haqqında uyğunluğu müəyyən edin. Xarab divar saatı da gündə 2 dəfə zamanı düzgün göstərir. Doğru və ya yanlış? Biz doğrudan doğrunu seçərik, yanlışdan isə yanlışı seçərik. İsimlər 3 müxtəlif haldadır. Birinci isimləri seçək. Bu sifətdir. Xarab sözü, divar, saat, zaman. 3 dənə ismimiz var. Divarın saatı, yəli kal. Saatı adlı kal. Zamanı göstərir, təsirli kal. Deməli, birimiz nə olar? Doğru. Müəyyən miqdar sayı işlənmişdir. Burada biz 2 dəfə sözünü görürük. X plus dəfə də nə olur? Mürəkkəb, zərf olur. Zərf. Deməli, biz bunu yanlış fikirdir. Bağlayıcı ilə homonimlik yaradan köməkçinin hissəsi işlənmişdir. Bağlayıcının özü ilə işlənib. Homonimlik yaradan ədat deyil orada. Üçü də silərik. Yanlışları seçək. Altdan xətt çəkilmiş söz feildən yaranmışdır. Düzgün sözüdür. Biz dedik ki, düzgün sözünü, ümumiyyətlə bu feilin düz feil də ola bilər. Bu sifət də ola bilər. Əgər bu feil isə yerinə başqa bir feil qoya bilərəm. Əzgin deyə bilirik, bəli. Amma sifət olsaydı başqa feil qoya bilməzdik. Ona görə nə olar? Məsələn, sıxlaş sözündə kökü sifətdir, yerinə əz qoya bilmirəm də, əzləş. Amma sıxılıq kökü feildir, yerinə əzil qoya bilirəm. Bu qaydanı da unutmayaq. Deməli, bu doğrudur. 4-7. Cümlədə 2 zərf işlənmişdir. Baxaq, gündə nə zaman? 2 dəfə, bir də düzgün göstərir. 3 dənə zərf işlənmişdir. Bu da yanlışdır. Quruluşları eyni deyil. Bu doğrudur, amma birinci hissəsi yanlışdır. Zaman zərfi təsvirlənən feilə aiddir. Hər 3 zərf gündə göstərir, 2 dəfə göstərir, düzgün göstərir. Hamısı təsvirlənməyən feilə aiddir. Bu da doğru cavabımız olacaq. Cavabı nə olacaq? 1-5 C variantı.